Əzizlərlə şəhidin sevib bu gün şəhidinin ocağına, hava şəraitinə baxmadan və bu gün ürəkdən sevə-sevə gəlib şəhidini ziyarət edənlər, gələn ayaqlarınız var olsun. Bu gün qəhrəman şəhid ataları da gəlirdi. Hava şəraitindən həqiqətən yollar çox bərbad vəziyyəti olduğu üçün onlar gələ bilməsə də ürəkləri yenə də şəhid ailələrinin yanındadır. Onların adından biz şəhid ailələrinə başsağlığı verdik. Və bu günləri Biləsuvar rayon İcra Hakimiyyətinin şəhid qazi ailələrinin hər zaman yanında olan Bəhruz müəllim iştirak edir. İstərdik elə Bəhruz müəllimlə ilk sözü götürək. Buyur. Allah rəhmət eləsin şəhidimizə. Allah eləsin, səbir versin. Bizim Biləsuvar İcra Hakimiyyəti başçısı cənab Faiq Qurbatovun və rayon İcra Hakimiyyəti aparatı adından da başsağlığı çatdırılır. Allah rəhmət eləsin. Allah səbir versin. Çox sağ ol. Biləsuvar rayon Yeni Azərbaycan Partiyası sədr müavini Akşin müəllimlə də söz götürmək özümüzə borc bilirik. Buyursun. Allah şəhidlərimizə rəhmət eləsin. Atasına, ölkəm can sağlığı arzulayıram. Allah bu qapıya həmişə xoş günlər nəsib eləsin. Allah sən yerdə qoyan əsgərlərimizi qorusun. Biləsuvar rayon deputatın köməkçisi burada iştirak edir. İstərdik ki, Əfsun müəllim də bir iş gəlmə desin. Allah şükürlər olsun. Allah şəhidimizə rəhmət eləsin. Ailəsinə səbir edirik. Mən də Bəhruz müəllimin başsağlığı diləklərini çatdırıram. Biri qeyd etdiyim kimi hava şəraitindən bağlı şəhid ailələri gəlmədi. Öz adımızdan da, onların adından da ailəyə başsağlığı diləklərimizi çatdırırıq. Allah şəhidimizə rəhmət eləsin. Çox sağ ol. Biləsuvar rayonu qəhrəman igidlərlə tanıdığı kimi ağır şehidlərlə də tanınır. Hacı Mir Sultan ağanın övladı Mirənif ağa əyləşib. İstərdik ağamız da bir iş gəlmə desin. Büyünləri İsmail və Ahmet Eldar oğlunun mevcudunda Allah güzel şəhidlərimizi rəhmət eləsin. Allah rəhmət eləsin. Ruhları şad olsun. Allah qazilərimizə kömək olsun, şəfa versin. Allah dövlətimizi, xalqımızı, millətimizi qorusun. Amin. Allah Eldaramı timsalında olan bütün şəhid valideynləri can sağlar diyor. Allah cəb şəhidlərimizi. Var olasan. Bizim bu taksi şoförlərdə xalqın həmişə qulluğunda olan insanlar olur. Yəni çörək qazanmağına baxmayaraq hər zaman da xalqın dəstəyindədirlər. İstərdik ki, siz də bir iş gəlmə deyirsiniz. Mən də əlimlərə qoşularaq Allah cəmi şəhidlərə rəhmət eləsin. Allah dünyasını versin. Qulluğunda həmişə hal-hazırda bizim borcumuzdur. Çox sağ ol, var ol. Buyur qardaş. Allah bütün şəhidlərimizin mövludu mübarək etsin. İnşallah övladı böyüsün. Usta yersin, boy versin. Amin. Çox sağ ol. Buyur qardaş. Allah şəhidlərimizə rəhmət eləsin. Allah əsgərlərimizə can sağlığı versin. Amin. Var olasın. Var. Amin. Borcumuzdur bizim. Çox sağ ol. Çay paylayan qardaşımıza bir iki kəlmə çayın süzə-süzə desin. Buyur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Mövlud gündən mübarək şəhid. Çox sağ ol. Eldar əmi, qarşında baş əyirik. Sən elə bir atasan ki, övladı vətən uğrunda qurban verdin. Biz rahat, sərbəst, azadıqsa sizin simoza bütün şəhid valideynlərinə borcluyuq. Bax, bu gün hava şəraitinə baxmadan, havaya baxanda dərhal bizi üçrəkli bayraq altında əldə silah əsgərindən zabitinə kimi bizi qoruyan ordu yadımıza düşür. Çünki o ordu həqiqətən də reallıq budur ki, hava soyuq olanda qaçırıq peçin yanında oturuq. Ancaq bu gün ordu peç olmadan əldə silah gözlərin önündə şərəfsiz erməniləri bir addım da torpağımıza buraxmadan bizləri qoruyur. Gözəl ata, qəhrəman ata, bugün övladın sənin mövlud gündür, mövludun mübarək. İstərdim bir qəhrəman atası kimi gələn qonaqlarına bir iki kəlmə deyəsin. Allah rayon icra hakimiyyətinin nümayəndələrinə təşəkkür edirəm. Mirənif ağaya da təşəkkür edirəm. Allah köməkləri olsun, yarın tək qoymadılar. Allah şəhidlərin bir rəhməsi. Var olasınız. Allah sizləri var eləsin. Allah cəm şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı. Gələn şəhidin sevənlər də gələn ayaqları var olsun. Allah sizləri var eləsin.